Mən demişəm, belə deyirəm. Siz nə qədər istəyirsiniz əsaslandırın, mən bu fikri deyəcəm. Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır, 2 rəqəmlidir. Onu real iqtisadiyyata, islahat, iqtisadiyyatdan real sektoruna, istehsalı inkişaf etdirməyə qoymaq mümkün deyil. Onu orada ticarətdən nədən 2 aylıq, 3 aylıq, 6 aylıq müddətlərdə effekt göstərə bilər, amma istehsala qoyulsa o sahələr bankrot olacaq. Və bu nöqtəyə nəzərdən, əgər siz 8,3%-ə endirirsinizsə, inflyasiya avtomatik surətdə məntiqlə bank faiz dərəcələri də aşağı düşməlidir. Sizin o inflyasiyanın proqnozu ilə bank faiz dərəcələrinin müəyyən dərəcədə aşağı salınmasında bir sinxronikanın eləyəcəksinizmi? SSR-nin bərpasına münasibətiniz necədir? Gözəl, çox gözəl. Kasıblar üçün idi o dövlət. Demokratik respublikamız var, azad ölkəmiz var. Niyə ki, asılı yaşayaq? Çox şey vəd veriblər. SSR-nin bərpasına münasibətiniz necədir? Gözəl, çox gözəl. Kasıblar üçün idi o dövlət. Demokratik respublikamız var, azad ölkəmiz var. Niyə ki, asılı yaşayaq? Çox şey vəd veriblər.